Tariximizle bağlı danışarkən Igor Dekanovun Historia Midi kitabına müraciət etmədən olmaz. Çünki media və manna bizim tariximizin bir parçasıdır. Bunu müəllif özü də öz kitabında etiraf edir. Ta elə başından müəllifdən adlı yazısında deyir ki, bugünkü Azərbaycan ərazisində yaşayan millətin formalaşmasında media dövlətinin çox böyük rolu olub. İndi media dövlətinin çatısı altında yaşayan xalqların mənbə bu xəritədir. Mən indi xəritəni ola bilsin ki, siz yaxşı görməyəsiniz. Mən bu xəritəni sizə tək-tək oxuyacağım. Media dövlətinin çatısı altında yaşayan ayrı-ayrı dövlətlər. Urartı gedir. Urartlar, Hurritlər, Kutilər, Kaspilər, Kadusilər, Lulubəylər, Elamlar və ən sonunda burada görürsünüz İran dilli xalqlar. İrana yazı Midyani. Yəni Midya bir imperiya olub, Kaganlıq. Burada gördüğünüz bak burada İran'a yazı Midyani, İran dilli Midyalılar. Bu İran dilli Midyalılar kimler olub? İran dilli Midyalılar bu ərazidə bugün ki bizim qonşu İran ərazisində yaşayan Perslərin və Belucların yaşadığı bölgə olub və onlar İran dili dedikleri zaman bura hansı diller daxildir İran dili dedikleri zaman? Bura Puştu, Farsi, Dari, Beluç filan bu diller daxildir. Yani İran dilinin toplam 11, Fars dilinin toplam 11 qolu var və o qollardan birisində danışan insanlara İran dilli xalqlar deyirlər. Və burada mənim əsas diqqətimi çəkən buradakı adların mənim bu kitabda qarşıma çıxmasıydı. Yəni bax gördüyünüz bu kitabda Lev Nikolaevich Gumilyovun Sovet dövründə yazıb, amma Sovet dövründə çap etdirə bilmədiyi Hunlar kitabında 85-ci səhifədə mənim qarşıma çıxan bir yazı oldu. Demək, yazıda Çin dövlətinin ərazisində Hunlarla Çinlilərin arasında gedən müharibəni anladır və o müharibədə Lev Nikolaevich Gumilyov deyir ki, eramızdan əvvəl 126-cı ildə, yəni belə götürsək, təxminən 2200 il bundan əvvəl Ordos uğrunda döyüşlərdə Mode'nin nəvəsi, Mode Ordos dövlətini quran Çin ərazisində, bugünkü Çin ərazisində o vaxtı ona Kitay deyirdilər. O demək eramızdan əvvəl 126-cı ildə Ordos şəhərini quran Mode'nin nəvəsi Günçə həlak olur. Ordos uğrunda gedən savaşlarda. Və onun yerinə oğlu gəlir. Oğlunun da adı bax burada yazılıb. Oğlunun adı Yuibi. Yuibi Günçənin oğlunun adı olur və onun yerinə, o xanədanlıq şəklində idarə edildiyini, onun yerinə oğlu Yuibi gəlir. Amma Günçənin qardaşı İç İsya elə gəlir burada. Bu qardaşı oğlunun bu hərəkətindən məmnun olmayıb və hakimiyyəti ələ keçirir. Və o qardaşın adı İç İsyadır və onun adı burada keçir Şərqi Lulu knyazı, Lulu.
Şərqi Lulu knyazı İçə isə o da xanədan üzvü olur, o da bir əyalətin başçısı olur. Bununla razılaşmayıb qardaşı oğlu Yuibini taxtdan indirir və özü taxta keçir. Burada mənim diqqətimi çəkən Şərqi Lulu. Demək ki, bu Şərqi Lulu əyaləti bu Çinlilərlə 6 il ordusu uğrunda döyüşən ölkənin bir əyaləti olur. Lulu əyaləti. İndi burada baxırsan ki, Midiya dövlətində də burada Lulu tayfası olub. Lulubey olarak geçir orada. Lulubey olarak geçir və bu tarixlə bu tarixin arasında, yəni Şərqi Lulu hökmdarı İçəysənin hakimiyyətə gəlişi ilə buradakı Midiya dövlətinin Lulubeylər boyunu öz qanadları altına alması, öz çətiri altına alması arasında 600 illik bir məsafə var. Demək ki, bu Lulubeylər eyni zamanda Çin ərazisində də olub, Midiya ərazisində də olub. İndi bunu deməkdə məqsədim nədir? İndi bəziləri deyir ki, xeyr, Midiya dövləti güya İran dilli olub. İran dilli də dediyim kimi Persua olub burada. Persua, Persida və Perşua. 3 şəkildə gedir burada. İran dilli xalqların yaşadığı bölgənin adı. Persida, Persua və Perşua. Demək, bu bir əyalət olub. Midiya adında bir xalq olmuyor. Midiya dövlət olub. Və o Mannanı özünə tabi eləyir. Bu tərəfdən Lidiyanı özünə tabi eləyir. Lidiya Egey dənizinin sahilində bir ölkə olub. 6 il onlarla savaşıb və onları özlərinə tabi edib. Elamları özlərinə tabi edib. Xəzər dənizinin bugünkü Ənzəli Gilan ərazisində yaşayan Kadusları, Kaspiləri özünə tabi edib. Urmu gölü ətrafında yaşayan Urartları özünə tabi edib. Hurritləri, Akkadları, Arameylərin tamamını özünə tabi edib və 621-ci ildə Mannanı öz tərkibinə qatıb. Manna dediyimiz də bugünkü Azərbaycan ərazisi bir hissəsi Güney Azərbaycana düşür, bir hissəsi də Şimali Azərbaycana düşür. Şimali Azərbaycanda Kür-Araz ovalığı onun içindəymiş. Kür-Araz ovalığı o zaman Qafqaz, ondan sonra o Qafqaz Albaniyasının tərkibinə keçir. Midiya dövləti dağıldıqdan sonra. İndi mənim eşitdiyimə görə bizim bir tarixçi dostumuz var. Deyir ki, Turan Əliyev. Deyir ki, bizim universitetlərdən birisində Midiya dövləti İran dilli dövlət olaraq keçir. Azərbaycanda, Bakı şəhərində. İndi mən o universitetin adını verməyim, sonra cavab haqqı da olmasın da başımız ağrımasın. Başqa bir universitetdə və Azərbaycanın ən köklü universitetlərindən birisində deyirlər ki, Midiya dövləti Türk dövləti olub. Türk dilli dövlət olub və onun çatısı altında yaşayanların da çox böyük əksəriyyəti Türkçə danışıblar, Türklər olublar. İndi bu iki Lev Gumilyovun Hunlar kitabı ilə Igor Mikhailovich Dekhonovun İstoriya Midi kitabı arasında paralellik aparanda bir daha əmin olursan ki, Midiya ərazisində yaşayan Lulularla bugünkü Çin ərazisində yaşayan və eramızdan əvvəl 126-cı ildə hökmdarı ölən ölkənin də adı eyni olub. Onlarda da Lulu olub, Midiya dövlətində də Lulular olublar. Və Luludan başqa burada Udilər də var, Udi. İndi o Udi başqa bir mövzudur. İndi onu danışmağa başlasan çox vaxt gedəcək. Udilər olub. Burada da Kutilər var.
Yəni Midiyanın ərazisində Kutilər var. Burada da həmin o Ordos ətrafında ki, döyüşlərdə iştirak edən başqa bir hökmdarın adı da Udidir. İndi Udi ilə Kuti arasında hansı bağ var araşdırmamışam, bilmirəm. Araşdırsam, bir bağ tapsam onu sizə deyəcəm. Yəni deməkdən məqsədim odur ki, Azərbaycanda iki ayrı-ayrı universitetlərdə bizim Təhsil Nazirliyinə bağlı və dövlət tərəfindən maliyyələşdirilən təhsil qurumunda daha iki universitet deyirəm, daha ortaq qərara gələ bilməyiblər ki, bizim tariximizin, Azərbaycanın tarixinə birbaşa təsiri olan, bizim tariximizə birbaşa təsiri olan bir dövləti hələ də öz aralarında anlaşa bilmirlər. Buna Türk dövləti deyək, yoxsa İran dilli dövlət deyək. Amma mənim araşdırmalarıma görə Midiya dövləti Türk dövləti olub. Bugünlük söyləmək istədiklərim bu qədər. Allah'a ısmarladık.